Heydər Əliyevin anadan olmasına həsr edilmiş Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər mövzusunda beynəlxalq elmi konfrans öz işini başa çatdırıb. Mərasimdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Profesör Asif Hacıyev 3 gün davam edən konfransın işi, proqram əsasında nəzərdə tutulmuş bölmələr, eyni zamanda beynəlxalq elmi konfransla paralel keçirilən tələbə-şagird konfransı barədə məlumat verib. Konfrans çərçivəsində baş tutan müxtəlif mövzularda dəyərli masalar, xarici qonaqların tələbələrlə görüşündən söz açan Asif Hacıyev xarici və yerli alimlərə minnətdarlığını bildirib. Bağlanış mərasimində beynəlxalq elmi konfransda bölmələrə rəhbərlik etmiş xarici və yerli alimlərin bölmə iclaslarının işi barədə hesabat dinləndi. Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən qonaqlar konfransı multikulturalizm ili çərçivəsində həyata keçirilən layihələrə elmi töhfə kimi dəyərləndirib. Təşkilatçılara minnətdarlıqlarını bildirib. Sonda dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Azərbaycan ərazisində mövcud olan müxtəlif dinlərə məxsus məbədlərin tarixi barədə hazırladığı film nümayiş olunur. Bakı Slavyan və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetlərinin tələbələri, Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdləri bədii kompozisiya ilə çıxış ediblər. Artıq 4-cü dəfədir ki, bu beynəlxalq tədbirdə iştirak edirəm. Çox maraqlı məsələlər müzakirə olundu. Sevindirici haldır ki, bu beynəlxalq konfransda gənc nəslin nümayəndələri öz bilik bacarıqlarını nümayiş etdiriblər. Bu təqdirə layiqdir ki, bu konfrans yeniyetmələrin elmi bacarığını üzə çıxarır və onlara yeni biliklər əldə etməyə imkan yaradır. Burada olan məruzələrdə də nəinki təkcə multikultural və tolerant dəyərlər, həm də ümumiyyətlə ədəbiyyatşünaslıq elminin, tarixşünaslıq elminin, pedagogikanın, psixologiyanın və digər sahələrdə olan elmlərin özünün inkişafı ilə bağlı xeyli burada müzakirələr oldu, xeyli fikir mübadiləsi aparıldı və hesab edirəm ki, həmin bu müzakirələrin özü bizim Azərbaycanda, eləcə də digər ölkələrdə elmin özünün inkişafına xüsusi töhfə verə biləcək. Belə bir konfransa həmişə olduğu kimi həm bizim Azərbaycan cəmiyyətinin, həm də xaricdən bizim qonaqlar, bizim dostlarımız hər dəfə çox böyük maraqla gəlirlər. Bu ilki konfrans multikulturalizm və tolerantlıq mövzusuna həsr olunub və bu da təsadüfi deyil. Çünki Azərbaycan bir multikulturalizmin, tolerantlığın bir vətəni kimi, bir məskəni kimi çox maraqlı, çox maraq doğuran bir yerdir və bu il 2016-cı il siz bilirsiniz ki, prezidentimizin İlham Əliyev cənablarının sərəncamı ilə multikulturalizm ilidir. Bizim universitetin və multikulturalizm mərkəzinin və bilik fondunun birgə keçirdikləri yay məktəbləri, qış məktəbləri, mən bundan da danışmaq istəyirəm. Çünki bu konfransa onların çox böyük dəxli var, mənə elə gəlir. Çünki bunlar hamısı, hər bir tələbə buradan gedəndən sonra orada Azərbaycanın dostu kimi özünü göstərir və Azərbaycana qarşı əgər orada hansısa bir mühazirəmi eşidirlər, yəni bir məqaləmi oxuyurlar, onlar dərhal ona reaksiya verirlər. Bugün qaçqın məktəblərin şagirdləri bizim universitetdə olmaqları heç kim üçün təəccüb deyil. Artıq bu ənənə yaranıb və bu ənənə də artıq oturmuş bir haldadır və bu da inkişaf eləyir. 13-cü şagird tələbə konfransı öz möhtəşəmliyi ilə seçildi. Şagirdlər hər dəfə bu konfransda iştirak eləyəndə elmi biliklərini, nəzəri məlumatlarını daha artırırlar, alimlərlə görüşlər, mütəmadi olaraq tanışlıq onların dünyasına bir növ yenilik gətirdi.